Yenə adını Construction qoymuş, yeni açılmış bir tikinti şirkəti bir fokus göstərib və sizin evinizdə belə bir şey edəcəklərsə, bunu ciddi surətdə rədd edin və buna heç vaxt imkan verməyin. Əgər sizin evinizi tikərkən beton döşəmə altına tək sütun rigelsiz qoyulubsa, bunu heç vaxt imkan verməyin. Bunun fəsadları nə ola bilər? Döşəmə getdikcə günbəgün, ay ortasından sallanacaq və dama vurduğunuz əgər alçıpan varsa, onda çatlar əmələ gələcək və konstruksiyaya ziyan olacaq. İkinci hal, ən kritik hal isə budur ki, burada yumruq effekti alınacaq. Prodavlivание rusca deyilir buna. Yəni sütun döşəməyə bu şəkildə dirənərək getdikcə onu deşib dağıdacaq. Bu o demək deyil ki, belə sütunu döşəmənin altına qoymaq olmaz. Yəni belə bir qayda yoxdur. Var. Ancaq, hörmətli izləyicilər, belə olduqda döşəmə xüsusi hesabatla bu sütun döşəmənin altına qoyulmalıdır. Yəni döşəmənin qalınlığı minimum 22-25 sm olmalıdır. Armaturların qalınlığı məsləhətdir ki, 14 mm olsun. 14'lük olsun, yəni ki, sütun başlarına xüsusi gücləndirmələr, xüsusilə üst tora xüsusi gücləndirmələr verilməlidir. Bu da Rigelin özündən çox baha başa gəldiyinə görə bu ucuz tikinti şirkətləri güya qənaət edərək sizin işi ucuz, başqaları həmin qara döşəmə vurub dam vurduğu halda bunlar güya qənaət edib sizin üçün monolit döşəmə verirlər. Bu əslində monolit deyil, beton plitadır və güya zəlzələnin qarşısını alırlar. Bu əksinə olaraq zəlzələyə daha çox təhlükəlidir. Çünki tavan hər dəqiqə zəlzələ zamanı bir sütundan asılı olduğuna görə çökə bilər aşağı. Ondansa bu sütundansa bunun altına en kəsiyi 40 sm olan, yəni qoşa mişar daşı ilə tikilmiş divar tikilsəydi, bu ondan daha yaxşı və daha əlverişli olardı. Əgər faydalı oldumsa, çox şad oldum, hörmətli izləyicilər. Gələn görüşlərə dək, sağ olun.